Değerli izləyicilər, biz dünən referans endokrin cərrahi mərkəzdə bir pasiyenti əməliyyat etmişik. Pasiyent uzun müddətli düyünü zordan əziyyət çəkirdi. 5 il əvvəl aşkarlanmışdı sizdə. 5 il əvvəl də böyük düyün aşkarlanmışdı. Bəs müalicə almışdınız siz düyünə görə? 3 il bundan qabaq almışdım, 3 il almışdım. 3 il almışdı. Bizim ölçü çox büyükdür. Yəni 5 cm bir düyün var idi. Və düyün bir pay tam əhatə etdiyi üçün digər pay sağlam olsa betədin verir. Sağlam olduğu üçün, yəni biz hemitoidektomiya, orqanı saxlayıcı əməliyyat etdik. Yəni orqanın bir hissəsini saxladıq və indi pasiyentdə həm kosmetik saf qoyulub, həm strip qoyulub. Burada yanaşma nəzərdə, burada dərinin elastikliyi nəzərə alınır. İndi skalpel verəcəm mənə. Yəni qursaq. Turpdan çıxaracağım. Turpka bir gün sonra çıxarılır. Çünki nəyə görə? Artıq yəni turpkadan çıxan mayın həzminə baxırıq biz, qərar veririk. Yəni mayın həzmi azdırsa, o zaman drenaj borunu çıxarda bilirik. Dərin nəfəs al, saxla. Artmadım ki. Yox. Drenaj boru çıxdı. İndi isə sapı çıxaracağım. Çünki həstədə iz qalmasın deyə biz çox vaxt bu şəkildə. Səsliyim. Yavaş-yavaş çəkirik sonra. Əməliyyatdan bir gün sonra. Bu da qoyduğumuz kosmetik saklı çıxdı. Artmadı ki. Yox. Yəni bizə pasiyentlər bəzən sual verirlər ki, doktor əməliyyatdan sonra sapı çıxardan zaman ağrı olur ya yox? Yox, ağrı olmur. Sapını da çıxardım. Bitti. Böyle quru sarı qoyulur və 3 gün sonra strip, yəni duş qəbul etməli pasiyent. Strip islandıqdan sonra striplər açılır və yerinə estetik, yəni kosmetik mazlar var ki, hansı izin itməsin, o mazlardan istifadə olunur. Narahat olmadı ki, necə? Çox yaxşıdır, çox əladır, çox sağ olun. Sağ ol. Allah şəfa versin, sizə keçmiş olsun. Pasiyentin gülləri necə? Sizə gəldiğiniz işçilərinizə çox sağ ol deyirəm, həqiqətən çox gözəl qarşıladınız məni. Xidmətdə yüksək səviyyədə, qızlarınızdan da razısın. Çox razıyam. Allah şəfa versin, sizə də keçmiş olsun. İndi təyinat verib, evə yola salır. Bizə çox sağ olsun.